Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 12-ci sezon qrup oyunlar çərçivəsində günün daha bir qarşılaşması. Yeni Suraxanı və Maçlar kollektivləri üzrə iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Bilirəm, maraqlı məhsuldar oyunun şahidi olacaq. Meydana sağ tərəfdə Yeni Suraxanı komandası, sol tərəfdə ağ formada isə Maçlara çıxış edəcək. Başlar maçını edeyim ha. Yine Suraxanın əmləsi burada topla Tural Cəfərov eləmişdi. Alınmadı İbrahim Məmmədov, Elvin Qurbanov. Porto və Yeni Türkan oyununun hesabı 7-7 oldu. Komandalar süd bağladı. Tamerlan müdaxilə. Kapitandan gəlmişdi. Həmzəyev Talib Yeni Suraxanın kapitanı ötürməsi keçmədi. Tural. Talib top meydanda saxladı. Xanağa. Xanağa Ələskərov. Müdafiəçilər uzaqlaşdırdı. Elvin Qurbanov. Uniformalar dəyişiləcək. Yeni gələn hər biz xoş gördük. Bura Yeni Suraxanı stadionudur. Bir daha xatırladıq. Nə sualınız varsa yazın. Mən də hər birini cavablandırma hazıram. Xüsusən də belə fasilələrdə arada ekranda bəyənək zəhmət olmasa. Ötürməklə başladılar. Tamerlan Qarayev. Bucaq altında zərbə izlədik. Top çöldən yantorlar şirkələdi. Çərçəyə düşmək mümkün olmadı. Ziyad. Ötürmək komanda yoldaşına. Tural. Əhməd Əliyev. Maçtaxan əmləsi. Əhməd zərbə və gol! Əhməd Əliyev hesab açır. Görüşdə tilsim qırıldı. Maçtağa 1. Yeni Suraxanı 0. Yeni Türkan və bir daha xatırladıram. Porto Bakı oyununun nəticəsi 7-7 oldu. Atanur təşəkkür. Aslan ötürməsi keçmədi. Elvin Qurbanov. Tamerlan Qarayev Şakirə doğru. Şakir Məmmədov. Müdaxilə. Etsin Aslanov. Zilə boyunca elədi. Komanda yolaşı da var idi. Bir ötürmək isə. Zərbə cəhdi keçmədi. İbrahim Məmmədov yerindədir. Tural Cəfərov zərbə indirmişdi. Alınmadı Tamerlan. Şakir ram edə bilmir. Tural Cəfərov. Aslanov Etsinə doğru ötürməkdi. Keçmədi. Əhməd Əliyev meydandakı iki golun sahibi idi. Məsələ sizin timsalınızda Qarabağımıza, canımıza, təmsilçimizə uğurlar arzu edək. Ən azı bir xal nə xoş olar ki, bu cəhətdən bizi yanıldıb və qələbə qazanar. Şakir Məmmədov indi Maçtağa əmləsi olacaq. Bir daha xatırladıq. Yeni Suraxanı stadionunda Maçtağa 1-0 hesabı yöndədir. Məhz elə Yeni Suraxanı komandası önündə. Burada Əhməd Əliyevin qapı qarşısını ötürməsi. Şakir Məmmədov əmləsə də bu çərçivəyə doğru istiqamətləndirmək mümkün olmadı. Bir ara ötürməsi. Anar Abdullayevin zərbəsi. Toxunuş vardı Elvin Qurbanovdan. Korner. Porto Bakı 7, Yeni Türkan 7. Qapı qarşısını ötürmək isə Əhməd müdaxilə etməyi bacardı. Kenan Əzəmov. Əskərov Ziyad.
Eyni icraatda komanda yollaşıb. Elçin Aslanov çevirə bilmir. Cavan. Ay Cavan. Sen gene elbi bağlayardın. Elvin Qurbanovla maçdağına gedən həmlə qurulacaq Şakir Məmmədov. Cina dəyişmək olar. Əhməd Əliyev özünü təklif edirdi. Məsəl ötürmənə doğru Əhməd. Xanağa. Oradan Arın rəqibə təzyiq vardı. İbrahim Məmmədov bir qədər gözlədi. Çox soyuqqanlıdır. Elvin Qurbanov top onda qaldığı üçün refer davam etdirir. Elvin Qurbanov ötürmə. Şakir. Qapı qarşısına müdaxilə var idi. Sen kal gitme. Xanağa. Ziyadın müdaxiləsi. Əhməd Əliyev. Tamerlan Qarayev. Xanağa Şakir. Qapı qarşısına təkrar ötürməsi keçmədi. Görüşdə bir daha xatırladıram. Maçdağa minimal hesablı öndədir. Maçdağa 1, Yeni Suraxanı 0. Əhməd Əliyev meydandakı yeganə qolun sahibidir. Dibəsi gedən oyunçunun müdaxiləsi Elvin Qurbanov. Uzaq məsafədən zərbə. Ama birini sakla qabaqda gelmesin. Pərviz Mustafayevdən zərbə izlədik. Əhməd bir ara ötürməsi keçmədi. Xanağa və korner. Tamerlan Qarayev. Xanağa yenidən Tamerlan oynadı. Xətt üzərində çevirdi Əhməd və gol! Əhməd Əliyev komandasının və özünün ikinci qolu. Dublidir. Maçdağa 2, Yeni Suraxanı 0. Görə Yeni Suraxanı kollektivi nə zaman rəqibə cavab verəcək? Onlar adına həmlələr, cəhdlər olub, amma elə ki, bu həmlələrin heç birini çəsib istiqamətləndirə bilməyiblər. Əhməd, Pərviz Mustafayev sinəsilə ram etdi. Ötürmə isə komanda yoldaşına doğru Elvin Qurbanov. Ötürməni qarşısını kəsir. Tamerlan Qarayev. Bir qədər ayaq saxladı. Tamerlan! Qardaşlar, 250 nəfəri ekranı bəyənək də zəhmət olmasa. Ekranı bəyənək paylaşaq. Gələ mən də başlayayım şir istəməyə. Aydın müəllim oradadır. Yox, orada deyil deyəsən. Deyəsən yox. Minnətdaram bəyənənlər. Aşağıda adlarınızı görün. Xanağa, Tamerlan Qarayev. 3-0, 3 cavabsız gol. Biraz təşəkkür. Maçdağı 3, Yeni Suraxanı 0. Kənan. Elçin. Pərviz ötürmək istəyirdi. Elçin Aslanovun ötürməsi. Elvin Qurbanov. Xanağa. Xanağa Ələskərov. Bir qədər ayaq saxladı. Anar Abdullayev rəqibin üzərinə şığadı. Elçin Aslanov. Qaldacı cəhət. Tural. Cəfərov. Zərbə və gol. Axır ki, Yeni Suraxanı kollektivi də fərqlənməyə bacarır. Allah adına da teslim qırılır. Kənan Əcəmov. Barbaya girme. Fərq azaltmağa bacarır. Yeni Suraxanı 1. Maçdağı 3. Onların müəllifləri sırasıyla Əhməd Əliyev dubl etdi. Daha sonra Tamerlan Qarayevdən qol izlədi. 3-0. Elə bəhsi gedən oyunçudan daha bir həmlə. Yeni Suraxanı adını isə Kənan Əcəmov fərqlənib. Yeni gələnlər bizi xoş gördü. Hər birinizi salamlayıram. Ekran bəyənənlər minnətdaram. Aşağıda darınızı görün. Əcəmov son qolu müəllifi. Kənanı ötürmə ünvana çatmadı. Qayda pozuldu, davam etmək lazımdır. Xanağa bir qədər gözlədi. Xanağa Ələskərov. Turalı keçməyi bacardı. Çətinliklə də olsa Elvin Qurbanov. Elvin Xanağaya. Zərbə imkanı vermədilər. Əhməd Əliyev. Zərbə çəkdi. Bu səfər alınmır. Bəli, ilkindir.
Kenan Əzəmov Cilə boyunca irələdi sürət hesabına. Rəqibi də aldatmışdı. Pərviz zərbə çəkdi, dirək dəydi. Qəşəng Fəruz arxa. Centerdə qarşılayır. İbrahim Məmmədov, Elvin Qurbanov. Ara ötürməsi Xanağa. Tamerlan Qarayev. Dubledir, 4-1. Məşğuldan sonra Şakir Məmmədov əvəzlənilmiş maçdağı niyyətinə Niyaz Əliyev meydana daxil olur. Lap gözəl bildim. Tamerlan zərbə keçmədi Xanağa, əmlə davam etməlidir Niyaz Əliyev. Tələsmir yəqin ki, geriyə ötürmə verəcək və Elvin Qurbanov gerdən əmlə qurulacaq. Xanağa siləsilə ram etdi. Pərviz Mustafayev vardı önündə Əhməd Əliyev. Elvin Qurbanov. Diaqanlı ötürmə Tamerlan Qarayev. Rəqibi aldatma bacardı Qarayev. Xanağa. Burada Ziyadın müdaxiləsi. Top elə keçirdilər. Zərbə çəkdi. Alınmadı. Belə epizodu sonu belə həzin sonla bitməməli idi. Tural Cəfərov. İndi məhz korneri yenə yetirəcək ötürməyə Pərvizə çatmadı. Əksəmlər. Niyaz Əliyev. Niyaz Əliyev bir qədər əvvəl meydana daxil oldu. O da fərqlənilər siyasının öz adını yazdırır. 5-1. Kural ortadan size kural. Sen Şirak. Kural var. Etsin. Semur Şirak. Ali Qax, təşəkkür. Yeni Suraxan əmləsi. Ötürməsə İbrahim. Qayda pozuntusu olacaq təqdirdə. Referim. Davam etdirəcəkdim. Cərimə zərbəsi qayda pozuntusu yerindən yerlə yetiriləcək. Fəqan Kərmov belə hissədir. Maçlar kollektivi 5-1 hesabı öndədir. Bir daha xatırladaq. Yeni Suraxanın önündə. Standart vəziyyət. Pərviz Mustafayev topun arxasında 3 səfərdən ibarət canlı sədd var. Zərbə çəkdi İbrahim Məmmədov. Canlı sədd daşsa da İbrahimi keçmək mümkün olmadı Əhməd Əliyev. Yeni Suraxanı artıq öndə təzyiq etməyə başlayıb. Bir aldacı cəhət Əhməd müdaxilə etmişdi. Zərbə yerlə və gol! Kenan Əzəmov komandasının və özünün ikinci qolu dubl edir. 2-5. Standart vəziyyətin davamında qol gəldi. Niyaz, Elvin Qurbanov. 15-ci dəqiqə oynanılır. Bunda xatırlatmasını edək. İlk hissədə son 10 dəqiqə. Tamerlan qayda pozulub. İndi bir standart vəziyyət, bir cərimə zərbəsi maçda qaldıra. Görə rəqibə cavab verə biləcəklər. Tamerlan Qarayev topun arxasında aktivində 2 qol var. İndi fərqi bir qədər də artırmaq istəyirlər. 2 nəfərdə ibarət sədd. Cərimə meydançasının dəvrində də kifayət qədər komanda yolaşı var Tamerlanın. Görə ev tapşırımı yoxsa qapıya birbaşa zərbədir. Tamerlan! Trivela idi. Amma nəticə hasil olmadı. Əsgərov Ziyad. Elçin Aslanov. Anarı düşünmüşdü Elçin. Özü topa irələdi Əhməd. Uğurladı topu rəqibindən ötürməsi. Qarayev zərbə və gol! Tamerlan Qarayev. Ettirik edir. 6-2.
Elvin Qurbanov 2-2 yaxalayıblar rəqibi. Elvin Qurbanov. Deyəsən maçların heyətində fərqlənməyən tək İbrahim Məmmədov qalıb. Hər kəs görüşdə fərqlənməyə bacarır. Yedi ki. Əmzəyev Talib. Al Cəfərovun ötürməsi Pərviz Mustafayev. Yenə ötürmə vermək istirdi Əhməd. Rəqbini qarşısını kəsdi və topu müdafiədən çıxarma bacarır. Xanağa, diaqonlu ötürmə Tamerlan. Tamerlan aşırtma zərbə ilə qapısının ön istiqamət olduğunu gördü və bir başı üstü atmaq istədi, amma istədiyinə nail ola bilmir. Yeni gələnlər bizi xoş gördü. Bir də ekran bəyənməsin 10.000 edəkdə zəhmət olmasa. Suallarınız olduqca yazın. Mən də hər birini cavablandıracağım. Ekran bəyənməsin 10.000 edək zəhmət olmasa. Bəyənənlər aşağıda adlarınızı görürəm. Hər biri bizə ayrıca minnətdaram. İbrahim Məmmədov. Tamerlan Qarayev bağışla zərbə. Uğurladı. Qapısını məhsuldar ötürməsində İbrahim Məmmədov, məhsuldar ötürməsində Tamerlan Qarayev. Topu torlara sancır 8-2. Bir tərəfli qollar izləməyə davam edirik. Ən azından bu dəqiqələrdə oyun baxımından həqiqətən də məhsuldar bir oyunun şahidik. Bu elə ilk hissədir və nə az nə çox artıq 10 qolun şahidi olmuşuq. Xanağa cira dəyişirim. Tamerlan'a çarpmadı. Tamerlan isə poker edib. Xatırlatmasını edək. Anar Abdullayev, Pərviz Mustafayev. Okey elə, okey. Hesab 8-2, maçdağa 8. Yeni Suraxan 2. 8600 ekran bəyənməsi. Sual verenlər bir balaca ekran bəyənək. Zəhmət olmasa. 8800 artıq 10 evi sonra dayanaq. Yarın da bir qədər özünə gəlsin. İbrahim Məmmədov. Elvin Qurbanov. Təzik az qalsın öz bərəsini göstərəcəkdir. Niyaz Əliyev. Maçdağanın yeni əmləsi Xanağa. Bir qədər əvvəl hesabdan bəhs etdik. 8-2 deyil artıq 9-2'dir. Bir qədər bu qoldan sonra sanki ümidlərini itirdi. Yeni Suraxana kollektivi, amma kifayət qədər vaxt var. Hələ mübarizə aparmaq olar. Bir korner. Minnətdaram onun üçün. Çox sağ olun. Hər birinizə ayrı-ayrılıqda. Ötürməyə Pərviz Mustafayev. Da Anar Abdullayev toxunmaq istəsə də alınmır. İlk hissədə son 5 dəqiqə. Bunu da xatırlatmasını edək. Qayda pozulub cərməz zərbəsi olacaq. Yeni Suraxana kollektivi standart vəziyyət yerdə yetirəcək. Pərviz Mustafayev topun arxasında bir nəfərdə ibarət canlı sədd var. Pərviz canlı səddədəydi. Pərviz ötürməsi Anar zərbə və gol! Anar Abdullayev. 3-9 fərq bir qədər azalır. Yeni Suraxanı 3. Maçdağa 9. Xanağa ötürmə Tamerlan və gol! Pentatrik. Xanağa 2 nəfərin aidəsinə möhtəşəm bir ötürməli yada qaldı.
Fərq bir qədər yenidən artır. Bundan öncəki qarşılaşmada komandalar sülh bağladılar. 7-7. Porto Bakı 7, Yeni Türkan 7. Hat-trick yox, pentatrick. Artıq aktivində 5 gol var səhv etmirəmsə. Mes, Tamerlan Qarayev. Maçda 10, Yeni Suraxanı 3. Tamerlan ötürməsi, Xanağa. Xanağanın zərbəsi. Ziyad keçid vermədi. Kənan Əcəmov. Tural Cəfərov. Biraz hərəkət edə. Bir attım oyuna geçelim çatırdı. Evet hadi başlayalım. Yatma. Selam. Perviz. Perviz Mustafayev. Zərbəsini indirdi İbrahim Məmmədov. Toxunsa da bir qədər inamsız oynadı. Topu uzaqlaşdıra bilmir. 4-10. Yeni Suraxanı 4. Maçda 10. Daha bir zərbə çəkdi keçmədi. Top meydan tərk etmir. Davam etmək lazımdır Elvin Qurbanov. Xanağa. Niyaz Əliyev. Xanağa. Tural Cəfərov. Kənan aldatıcı cəhdlər 2 nəfər dəhtəsinə topu çıxardı. Ötürmə, tərs bir müdaxilə. Top torlara yollandı Əhməd Əliyev. Uzaqlaşdırmaq istəyirdi, amma bu müdaxiləsi sonrası top torlara yollanır. 5-10. Hesab arasındakı fərq bir qədər də azalır. Görə fasilədən öncə daha neçə gol izləyəcəyik. Maraqlı sualda artıq 15 golun şahidi olmuşuq. Hər zaman görüşün əvvəlində ənəvi olaraq qeyd etdiyim ifadələrdən biridir. Bildirəm ki, məhsuldar oyuna şahid olacaq, amma sözün açığı bu qədər məhsuldarlıq gözləmirdim. Perviz. Tamerlan Qarayev. Bir ara ötürməsi yaxşı alanda Xanağa. Sönüb zərbə indirsəydi, bəlkə də fərqli bir senaryo izləyə bilərdik. Məksum şansı. Yeni Suraxanı stadionu yeni gələnlərimizi salamlayıram. Bir daha xoş gördük. Xanağa. Dirəyə təydi. Onu da xatırladaq ki, ilk hissədə son dəqiqə. Elvin Qurbanov. Son cəhdlər, son epizodlar. Bəlkə də son cəhd. Əhməd. Rəqimini keçə bilmədi. Perviz Mustafayev. Uzaq məsafədən zərbə referinin ön istiqamətdə, daha doğrusu qapısının ön istiqamət olduğunu görmüşdük. Alınmadı referi. Bu əmrlə deyil, 2 hissəni bitirir. Başlağı fasilə 15 hesabı ilə öndə yollanır. Heç yer ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.